Yeni təhsil modeli gündəmdə. 11 illik təhsil tarixə qovuşur. Məktəb modeli dəyişməlidir. 11 il olması doğru deyil. Məktəblərdə orta və tam orta təhsil konsepti yenidən qurulmalıdır. İbtidai məktəb 4 il deyil, 5 il olmalıdır deyə ADA Universitetinin Vaşinqton mərkəzinin prezidenti Qalib Məmməd deyib. O bildirib ki, təhsil balanslı deyil. Uşaqların çantalarını doldururuq, məktəbə göndəririk, 700 bal yığmasını gözləyirik. Onların sevincini, həyatını alırıq. Əslində, həmin yükün altında onları əzirik. Savad və bilik lazımdır. Ancaq əvvəlcə şəxsiyyət yetişdirməliyik. Əvvəlcə uşaqda oxumağa, kitaba həvəs, müəllimə hörmət yaratmalıyıq. İbtidai təhsilin məğzi bundan ibarət olmalıdır. Ekspert vurğulayıb ki, şagird özü ixtisas seçimi eləməlidir. Müasir dünyada belədir. Biz yeni model yaratmalıyıq. Keyfiyyətli təhsil artıq imtiyazdır. Təhsili maliyyə cəhətdən əlçatan eləməliyik.